Salam dəyərli abituriyentlər, xoş gördük sizləri. DİM 2025 test toplusundan verilənlər bazası suallarının izahı ilə davam edirik. Birinci sualımıza baxaq. Verilənlər bazasındakı cədvəl fraqmentinə əsasən sahələrin tiplərini müəyyən edin. Deməli, siz birinci hissəyə baxsaz görərsiniz, müəssisə adı qeyd olunub. Burada büdcə, yəni pul vahidi var, dollar. Burada fəaliyyətə başladığı tarix var. Düzdürmü sahələrimiz? Deməli, bizə lazımdır tekst, təbii ki, ad yazmaq üçün. Pul vahidi lazımdır və bir də tarix və zamanı da qeyd eləməliyik. Variantlardan görürük ki, hansındadır? Y variantıdır. Mətin, pul vahidləri və zaman və tarixi göstərə bilərik. İkinci, maşınlar adlı verilənlər bazası cədvəlinin miqdar sahəsi artma ardıcılığı ilə çeşidləndikdə Toyota markalı maşın cədvəldə neçənci sırada olacaq? Miqdarı deməli artma ilə istəyirsə, onda biz bunu 8 eləyək. Deməli, ondan sonra nə var burada? 10 var, 16 var. Sonra deməli 20 var və 26, 34 var. Bizdə Toyota neçə idi? 10 idi. Onu gördük ki, bura düşür. Bizdən nə istəyirdi? Neçənci yerdə olmasını? O da olacaq ikinci yer. B variantı. Deməli, üçüncü sualımız. Verilənlər bazasını idarə edilmə sistemlərinə aid proqramları seç. Yəni, web-ləri seçməliyik. Baxaq görək hansılar var. Deməli, MySQL 1, Yukon 2, CorelDRAW vektor qrafikası getdi, Pascal proqramlaşdırma getdi, OpenOffice Database bunu da götürəcəyik. 1, 2 və 5 Y variantı. MS Access-də olan sahə tiplərini seçin. Deməli, Mimo 1-i götürəcəyik. Ondan sonra burada bizdə nələr var? Hyperlink 3, bir də pul vahidlərimiz 4. 1, 3, 4 Y variantı olmuş olacaq. Verilənlər bazasında cədvəlin sətirləri hansı terminlə ifadə edilir? Cədvəlin sətirləri yazı termini ilə ifadə ediləcək və yaxud da kortejdə görə bilərsiniz, fərqi yoxdur. A variantı. Verilənlər bazasında cədvəl arasında əlaqə tipi deyil. Deməli, A variantı 1-in çoxa var, 1-in 1-ə var, 1-in 2-yə yoxdur. Cavabımız C variantı. Çoxun 1-ə var, çoxun çoxa da var. İstifadə olunmasa da əksərən, amma var. Cavabımız C variantı. 1-in 2-yə yoxdur. 7-ci, hələ ki elə praktiki bir sual yoxdur. Verilənlər bazası cədvəli işçinin kodu, işçinin adı, işçinin soyadı, vəzifə və əmək haqqı sahələrindən ibarətdir. Bu sahələrdən hansı açar sahə qoymaq məqsədə uyğundur? Yəni açar sahə hansı sahədir? Oradakı belə deyək də məlumatlar təkrar olunmaz məlumatlardır. Məsəl üçün sizin şəxsiyyət vəsiqənizin seriya nömrəsi, nə bilim tələbə biletinizin nömrəsi və s. Və yaxud da indi nəsə bir şey yoxdursa, avtonom və 1, 2, 3 bu şəkildə nömrələyib getsəz də açar sahə adlandıra bilərik. Deməli, buradakılardan deyir hansını açar sahə qoymaq daha məqsədə uyğundur? Təbii ki, işçinin kodunu açar sahə qoymaq daha məqsədə uyğun olar. Eyni adda başqa adam da ola bilər, soyadı da, vəzifə də, əmək haqqı da təkrarlana bilər. Relyasiya modeli əsasında qurulmuş verilənlər bazasında cədvəllərin sayı ən azı neçə ola bilər? Ən azı təbii ki, sizin bir dənə cədvəliniz olmalıdır. 9. Hansı mülahizə doğrudur? Qurulmasında yalnız bir yazı iştirak edən sorğular sadə sorğulardır. Ümumiyyətlə, beləsinə deyək də, biz burada sahələrə baxacağıq deyənəm. A variantına heç ümumiyyətlə baxmasam da olar. B variantı. Qurulmasında yalnız bir sahə iştirak edən sorğular sadə sorğulardır. Bəli, doğrudur. 10-cu. Verilənlər bazasında verilmiş cədvəldən rəngi ağ olmayan avtomobilləri seçmək üçün hansı sorğu verilməlidir? Rəngi ağ olmayan avtomobillər, düzdür? Yəni, rəngi ağ olmayanları seçmək üçün variantlardan baxsaq, B variantı uyğun gələcək. Not inkar edir. Rəng deməli ağ, baxın mötərizədə seçib, not isə onu inkar edəcək. Yəni, rəngi ağ olmayanlar çıxacaq. 11. Verilənlər bazasında ixtiyari cədvəl üzərində hansı əməliyyatları yerinə yetirildikdə həmin cədvəlin strukturu dəyişilməz. Deməli, 1. Cədvələ ixtiyari bir yazı əlavə etdikdə. Yəni, sizin cədvəliniz qurulubdur, məsəl üçün bu cədvəldir, təzə bir yazı əlavə edirsiniz. Bu cədvəlin ümumi strukturunu dəyişərmi? Yox. Bizdən dəyişməz istəyirdi, 1-i götürdük. Cədvələ yeni tipli sahə əlavə etdikdə, siz yeni bir sahə əlavə etdiniz, məsəl üçün, nə bilim, tarix və zaman, hər nəsə məntiq və s. Bu struktur təbii ki, dəyişəcək. 2 ilə işimiz yoxdur.
Cədvəldən ixtiyari bir sahə sildikdə yenə sahənin strukturu dəyişəcək. Cədvəldəki yazıların yerini dəyişdirdikdə bu da struktura təsir eləməyəcək. Cədvəldəki ixtiyari bir sahənin tipini dəyişdirdikdə, bəli, bu da strukturu dəyişəcək. Deməli 1-4 cavabımız olur C variantı. Verilənlər bazası haqqında yanlış mülahizələrin sayını müəyyən edin. Bir neçə sütuna eyni ad vermək mümkündür. Deməli, bir neçə sütuna eyni ad siz verə bilmərsiniz. Yəni sahəyə də, sahə və yaxud sütuna fərq yox. Yəni tutalım ki, sizin var, nə bilim, pul sahəniz, başqa bir dənəsi olmamalıdır, təkrarlanmamalıdır. Bizdən yanlışların sayını istəyirdi. 1. Sətir və sütunlar ixtiyari ardıcıllıqla düzülə bilər. Bəli, burada bir problem yoxdur. Ardıcıllığı poza bilərsiniz. Cədvəldə təkrarlanan sətirlər ola bilər. Təkrarlanan sətirlər ola bilər, amma məsləhətdir ki, olmasın da, yəni. Başa sala bildim. Məsəl üçün, filankəs haqqında bir sətirdə məlumat varsa, yəni yazıda. Növbətin iyi olsun ki, yəni yarada bilərsiniz, amma olmamalıdır, yəni. Deməli, əgər açar sahə yoxdursa yarada bilərsiniz. Başlıca açar xüsusi sahədir və həmin sahədə məzmun təkrarlanmır. Bəli, bu doğrudur. Biz doğrunu götürmürük, yanlış axtarırıq. Verilənlərin şəbəkə modeli iki ölçülü cədvəl kimi nəzərdə tutula bilər. Xeyr, relyasiyadır bu da. Ona görə bu da səhvdir. Yəni 5-i də götürəcəyik. Bizdən sayı istəyirdi. 3 dənə D variantı olacaq. Verilənlər bazasına aid cədvəl fraqmentinə əsasən sahələrin sayını müəyyən edin. Deməli, təbii ki, sütunların sayıcı olaraq sayını sayasınız. Burada da baxan kimi görsənir ki, 5 dənədir. 5 dənə. Cavabımız C variantı. 14. Verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Cədvələ fən bərabərlik informatika and balı 20-dən böyük olan sorğusu tətbiq edilmişdir. Sorğuya uyğun gələn yazıların aydın nömrələrini müəyyən edin. And verdiyinə görə, yəni kəsişmə, informatika və balı 20-dən yuxarı olanlar. Baxın, informatikadır, balı 21-dir, götürürəm. İnformatikadır, bal 22-dir, götürürəm. Ondan sonra informatikadır, bal 20-dir, bunu götürməyəcəm. Çünki mənə demişdi 20-dən böyük olsun. O zaman 2 dənəsini seçdik, ikisinin də aidləri nədir? 1 və 3 A variantı olacaq. Hə, davam edək. Üzrlü say. Deməli, verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Bu cədvələ informatika bərabərdir 10. Deməli, or xarici dil 10, yəni birləşmə. Xarici dildən də onları seçirik. Yəni bax, bizə bu dəqiqə cavab verən aidlər 1-dir, 3-dür və 4-dür. Birləşmədir çünki. Ondan sonra deyir, bunu əldə edəcəyik məntiq 25 ilə. Məntiq bərabərdir 25. Məntiq 25 də buradır, buradır və buradır. Düzdür? İndi əlimizdə olanlar nələr idi? Bax, budur, budur və budur. Məntiq 25 ilə kəsişənlər hansı? Təbii ki, buradır. Bir dənə də buradır vəssalam. Çünki bax, bunun bu hissəsi boşdur. Kəsişməyib. Yalnız 1 və 1 də 4. Cavabımız olur nə? B variantı. Verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Ümumiyyətlə beləsinə deyək də, sualı yazanda bu verilənlər bazası ilə bağlı suallar yazın. Burada verilmiş sorğuların nəticələrini bir kənara yazıb, kəsişdirib və yaxud da birləşdirib beləsinə də yaza bilərsiniz. İmtahandasınız da, məsəl üçün, testin üstünü qaralamaq istəmirsiniz. Amma özünüzə güvənirsinizsə, yəni birinci dəfədən testin üstünü qaralayaraq da yaza bilərsiniz, yəni fərqi yoxdur. Sadəcə mən indi kənara yazmaq istəmirəm. Vaxt gedəcək biraz ona görə. Verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Bu cədvəlin not yaşı B heyətə mötərizəni çıxmayıb, sonra inkar edəcək. Çünki gördüyünüz kimi mötərizə var, içəridə sorğumuz var. Ondan sonra da aldığımız nəticəni inkar eləməliyik. Hə, yazın sayını istəyirəm. Yaşı 20-dən böyük. Baxın, yaş 20-dən böyük. 22, 21, 24, 27 və 25-dir. Ən deyəli cinsi kişi olanlardır. Deməli, bu qalsın. Bura qalsın və bir də bura qalsın. Ortadakılarla işimiz yoxdur. Bu uzun xətt çəkdiklərim. Düzdür, kəsişdirdik. İndi qarşısında yazıb not. Yəni bunlardan başqa hamısını götürəcəm. Babamın aidisi sıra nömrəsi daha doğrusu neçədir? 2-dir. Silirəm.
6-nı silirəm, 7-ni silirəm. Yəni yerdə nə qaldısa onları götürürəm. Məndə də say istəyir də. Yerdə də 4 dənə qalıb. Cavabımız olur nə? A variantı. 17. Verilənlər bazasındakı cədvəldə yazıların unikal identifikatoru kimi istifadə olunan sahəyə nə adı verilir? Bayaqlar demişdik, başlıca açar, yəni oradakı məlumatlar dəyişilməyəcək, təkrarlanmayacaq. Verilənlər bazasının hansı cədvəlləri arasında birin birə əlaqəsi var? A variantı ölkələr və paytaxtlar, cavabımız da budur. Yəni bir ölkənin bir dənə paytaxtı olmalıdır, ola bilər. Bəzi istisnalar var, indi mən oraları tam dəqiq bilmirəm. Coğrafiya müəllimimizdən soruşarsınız. Olmalıdır səhvlərimiz bəzi ölkələr. Ki bir dənə deyil, bir neçə dənədir. Nəysə, A variantı ölkələr və paytaxtlar. Gəlin opsiyalara da baxaq da, əgər bura sizə qaranlıq qalırsa. Deməli, amma belə bir sadə sualda, yəni imtahanda görəsi deyilsə, bir dəqiqə üzr istəyirəm. Yəni belə bir sadə suallarda imtahanda görəsi deyilsə, sizə ancaq faktiki olaraq işləyib üstündə vaxtınız gedəcək suallar verəcək. Şairlər və şeirlər, bax. Şairlər və şeirlər, məsəl üçün, bir nəfər şairin bir neçə dənə şeiri var da, bu birin çoxu olacaq. Nazirliklər və şöbələr. Burada da deməli, nazirliyin şöbələri birin çoxu olacaq. Müəllimlər və tələbələr. Bunu belə götürək də. Bir müəllim bir neçə tələbəsi də ola bilər, birini çoxa da götürə bilər. İndi müəllimlər yazıbsa, universitetdə məsəl üçün bir neçə müəllim var və bir neçə tələbə var və çoxunu çoxa da götürə bilərəm. Rayonlar və kəndlər. Bu da birin çoxadır da, bir rayonun bir neçə dənə kəndi var. 19. Verilənlər bazasında deməli adlı cədvəl verilmişdir. Bu cədvələ aşağıdakı formada sorğu tətbiq edilərsə, nəticədə alınan cədvəldə olan şəxslərin aidilərini müəyyən edin. Belə bir sual abituriyentə təbii ki gözləmirəm, amma baxaq. Deməli, 500-dən böyük bərabər düzdür. 500-dən böyük bərabər maaş. Maaş hissəsi 500-dən böyük bərabər sizcə 750, deməli 1000, 900, 1200, 500-dən böyük bərabər idi. Bəli, 500-ü də götürürük. Burada kriteriyanın qarşısında əgər şərtlər eyni sətirdədirsə, bu sizə and bildirir, yəni kəsişmə olduğunu bildirir. Yox, əgər ki, bu kiçik bərabər burada yazsaydı, baxın bu sətirdə, yəni orun qarşısında yazsaydı və yaxud da bunu burada yazsaydı, yəni biri yuxarıda, biri kriteriyanın qarşısında, biri orun qarşısında olsaydı, o zaman siz onu or götürməliydiniz. Amma burada eyni sətirdə olduğuna görə and götürürük. İndi iş təcrübəsinə baxaq, 8-dən kiçik bərabər. Deməli 5, bir dənə də 3 bu. İndi biz bunu ən deyəndə təbii ki, eyni sətirləri götürürük. Eyni sətirdə olanları da yəni kəsişdirirəm. Vəssalam. Məndən nə istəyirdi? Vəssalam da bunların aidilərini 111, deməli 342, bir də 561. 111, 342, 561. Cavabımız nədir? Y variantı. 20. Verilənlər bazasının işçilər cədvəlində ad, vəzifə, yaş və maaş sahələri var. Əgər cədvələ axtarış sorğusuna əsasən aparılarsa, bu sorğumuz buradadır. Hansı işçilərin siyahısı əks olunacaq? Qeyd edib ki, deməli yaş 25-dən kiçik olsun və ya maaş 900-dən böyük olsun. Bəs buna uyğun hansı variant varsa, onu da götürəcəyik də. Deməli, maaşı 900 olan, eləsinə bir şərtimiz yox, 900-ə bərabər göstərmir. Maaşı 900-dən çox olmayan, xeyr, burada çox olanlar istəyir. Maaşı 900-dən az olan, hələ ki normaldır və bizdə və ya da silirəm. Maaşı 900-dən çox olmayan, bizə çox olan lazımdır, bunu da sildim. Maaşı 900-dən çox olan və ya, bu da düzdür, yaşı 35-dən kiçik olanlar, vəssalam, bu da düzdür. Cavabımız nə olur? Y variantı. 21. Verilənlər bazasındakı məktəb cədvəlinə tətbiq olunan şagird sayı minus əlaçı sayı kiçikdir 1200-dən. Yəni demək istəyir ki, şagird sayından çıxacaq əlaçı sayını 1200-dən kiçik hansı nəticələrimiz olsa, onları da götürəcəyik. Deməli, baxın, şagird sayı bu sütunda, düzdürmü? Əlaçı sayı da burada. Buradan deməli şagird sayından siz bunu çıxanda, yəni sizə verməlidir 1200-dən kiçik bir ədəd.
Deməli 1400-dən çıxsam 276-nı verəcək. Biri budur. Ondan sonra 931-dən 62 çıxsaz təbii ki, bu da kiçik verəcək. 1496-dan 101 çıxsaz 1200-dən kiçik eləməyəcək. Bu bizə aid deyil. Mən hamısını niyə qırmızıladım? Deməli 2, 3, bir də təbii ki 5-də 625-dən 324 çıxanda yenə 1200-dən kiçik bir ədəd verir. Digərlərində yoxdur. 2, 3, 5. 2, 3, 5. D variantı. 22. Verilənlər bazasındakı cədvələ aşağıdakı sorğu tətbiq edilərsə, sorğuya hansı nömrəli yazılar cavab verər? Şərti dəqiqədə bir oxuyuram, oxumayacağam. Deməli, mötərizələrə bir dənə diqqət eləyək. Deməli, biz bura qədər bir də həll edirik. Ondan sonra da ümumi sol tərəfdən də işimizi görək. Vəzifə bərabərdir mühasib. Mühasib. Əla. Or vəzifə satış. Satış nümayəndəsi daha doğrusu. Bunları da seçirik. Birləşdirdik. Bu getdi. İndi bunları deyir ənd elə. Staj 5-dən böyük bərabər və ənd elə maaş 1200-dən kiçik. Staj 5-dən böyük bərabər 1200-dən də kiçik bərabərləri seçirəm. 5-dən böyük bərabərdir 1200-dən kiçik bərabər. Düzdür maaş. Deməli gəldik. Başqarda var. 1200-dən kiçik bərabər 5-dən böyük. Bunu da götürürəm. 1200-dən kiçik bərabər 5-dən böyük deyil. Bu 4 5-dən kiçikdir. Ona görə burayla bir işimiz yoxdur. Vəssalam, mənim deməli kəskin hissələrim bir dənə bura oldu. Bir dənə də bura oldu. 1 ilə 4 cavabımız D variantı. Keçək növbəti suala. Fizika bərabərdir 94. C1-də 85-dən böyük bərabər. 94 C1 85-dən böyük bərabər. 85, 88 və salam 2-dən. Və ya dediyinə görə, yəni 1, 2 və 3-cü nömrələri götürürük də, yəni bunlar birləşmə lazımdır mənə. And kəsişdirəcəm not kimya 85-dən kiçikdir. Yəni 85-dən kiçik nə demək? 85-dən böyük bərabərləri götürməliyəm. Çünki kiçikləri deyir götürmədə inkar edir. 85-dən böyük bərabərlər. 85, 94, 85 və salam bu üçdən. İndi məndən nə istəyirdi? Deyirdi bunu kəsişdir də. Bu elə ki buradan aldığı, bax biz bunu aldığı 1, 2, 3. Kəsişdirəcəyik bu nəticə ilə. Ondan sonra da neçə yazı cavab verir. Sayını istəyir məndən sadəcə. Elə 3 dənədir. Ona görə də cavabımız olur B variantı. Davam eləyək. Davam. Verilənlər bazasında marka bərabərdir Mercedes-Benz, or marka bərabərdir Toyota. Deməli, Mercedes-Benz, Toyota. Seçdik. Birləşmə deyil. Yəni üçünü də seçdim. And kəsişdiririk. Rəngi bərabərdir qara və ya rəngi yaşıl olsun. Qara və yaxud da yaşıl. Başqa gördüyüm bir şey yoxdur. Vəssalam. Hansı nömrəli yazılar cavab verəcək? 2 və 4 B variantı. Çünki kəskin hissələr baxın burada 2 ilə 4-cülər. 25. Tamam. Aha. Deməli, satış haqqında məlumatlar nə yazıb? Cədvəl fraqmentinə əsasən Globus mağazasında ən çox kitabı satılan müəllifi müəyyən edin. Globus. Baxın, Globus burada. Mağazanın kodu neçədir? 114. Gəldiniz buradan 114-ü tapdınız. 114. 43-dür deməli bu. 56-dır bu. Bu da 47-dir. Bizdə nə istəyir? Satılan müəllifi müəyyən edin. Kitabların sayı ən çox hansı oldu? 56. 56 da kimdir? Nizami Gəncəvi. Cavabımız nə olur? C variantı. 26. 5 sahədən ibarət olan verilənlər bazası cədvəlini nəzərdən keçirin. Hansı sahəni başlıca açar olaraq təyin etmək olar? Təbii ki, baxacağıq hansında təkrarlanan bir say ədəd yoxdursa, onu da götürəcəyik. Sahə 1-ə baxıram. Bax 14, 14 var, bu getdi. Sahə 2-yə baxıram. 20, 22, 24, 30, 36. Sahə 2-dir. Cavabımız Y variantıdır. Sahə 3-də 48 təkrarlanır. Sahə 4-də 25 var. 16-lar var. Burada hansı təkrarlanır? Burada da 12 var. Y variantı. Növbəti sual 27.
Bir dəqiqə. Deməli, en ali məktəbin ev təhsili alan şagirdlərinin verilənlər bazası cədvəllərinə əsasən hansı sinifdə ən çox ev təhsili alan şagird var? Deməli, sinif koduna biz gərək buradan baxaq. Çünki siniflər burada qeyd olunubdur. Düzdür? Mən gəlib sinif koduna baxım, görüm hansından ən çoxdur. 5-dən 2 dənədir, 3-dən 1, 2, 3 dənədir. Hələ ki 3-dür qabaqda. 8-dən 1, 2 dənədir. 6-dan 1 dənə, 2-dən 1 dənə. Elə bizdə 3-dən 3 dənədir də, yəni. Sinif kodu gördüm ki 3. Sinif kodu 3 olan sinifdən 3 dənə var burada, düzdür? Sinif kodu 3-də gəlirəm buradan baxıram görüm hansı sinifdir? 8-də sinif. Cavabımız C variantı. Nədir? Yarısı yekə, yarısı böyük. Belə, verilənlər bazası cədvəli var. Lev Tolstoyun müəllifi olduğu kitabları oxuyan şagirdlər kimlərdir? Lev Tolstoy, Lev Tolstoy. Düzdür? Müəllif sütunundan seçdik. Üzrlü sayın. Deməli, Lev Tolstoy müəllifi olduğu kitabları oxuyan şagirdlər. Hə, nəsə kitabın adını götürdük. Kitabın adı ID-sinə də baxaq. 43 14 75 28 21 13. Gələk kitabın aidlərini tapaq. 43 14 75 43 14 75. Buradır. Başqa varmı? 43 14 75 burada var. 28 21 13 28 21 13 burada var. 21 13 burada da var. Bizdən nə istəyirdi? Lev Tolstoy müəllif olduğu kitabları oxuyan şagirdlər kimlərdir? Deməli 23-74, 23-78, 34-91, bir də 23-74. 23-74-ü 2 dəfə dedik, bir dəfə baxacağıq bəsdir. Deməli 34-91, 34-91 kimdir? Gəldik şagirdlərin aidsinə. 34-91 Fidan. 23-74, 23-74 Ömər. 23-78-də hanı Nərgiz. Ömər Fidan Nərgiz. Ömər Fidan Nərgiz. B variantı olmuş olur cavabımız. Iyirmi doqquz. Şagirdlərin fənlər üzrə BSQ balları aşağıdakı cədvəldə verilmişdir. Neçə yazı, cinsi kişi, and informatika kimyadan böyük. And informatika kimyadan böyük. Kimyada informatikası baxaq görək. Kəsişdirək dilə birbaşa baxaq kimyadan böyük. Buradan baxıram, bax 87 üstündən gəldik. Kimya doğru 78. Böyükdürmü? Bəli, böyükdür. 2-ni götürdük. 93 100-dən böyükdürmü? Xeyr, bundan işim yoxdur. 85 56-dan böyükdürmü? Bəli, 5-i də götürdüm. Yəni buranı təmizləyək, davam edək. Bu hissəni həll elədik, düzdür? Bu birinci mötərizə. İndi aldığımız cavabı da bu ikinci mötərizə ilə ora gələcək. İkinci mötərizədə nə deyir? Riyaziyyat biologiyadan böyük. 85 60-dan böyükdürmü? Bəli. 140-dan böyükdürmü? Bəli. 90 89-dan böyükdür. Əvəz samda bir də bu. İndi məndən nə istəyir? Birləşmə istəyir. Bu əlimdə aldıqlarımın da aidlər neçədir? 1-dir, 2-ni onsuz da seçmişəm. Bir də 3-dür vəssalam. Bir də bu da oldu bizim birləşməmizin cavabı. Bizdən say istəyirdi. Cavabımız 4 olacaq. C variantı. Aidləri də sorsaydı 1 2 3 5. Aha. Verilənlər bazası cədvəlin fraqmentinə əsasən kərimli VA-nın bazısını müəyyən edin. Kərimli VA buradadır, düzdürmü? Əla. Deməli kərimli VA-nın ID. Valideyn aidisi hanı? 1040 gələk axtaraq valideynlərin içindən. Mən görmürəm, yoxsa? Yox, heç səhv yerə baxdım, üzr istəyirəm. Deməli 1040 ID uşaqların içərisinə gələk, uşaq ID-lərin içərisinə bura. 1040 deməli buradadır, bir də buradadır, düzdür? İndi valideynlərinə baxaq bunların. 1072, 1131, düzdürmü? 1072, 1131 valideynlərdir, elədir.
Bizdən nə istəyirdi? Veyanın bacısı. O zaman biz həmin valideynlərin digər uşaqlarına baxaq görək. 1072 ilə 1131-in başqa hansı uşaqlar var? Deməli 1072 burada da var, burada da var. 1131 burada da var, burada da var, düzdür? Digər uşaqlar 1202-dir, 1217-dir. Burada da onsuz da həmin uşaqlar çıxacaqdır. Bir atası, bir anası. 1202 və 1217. 1202, 1217. Buradan gəldik, seçdik. Biri kişi, biri qadın bizdən bacısını istəyirdi. Həsənzadə MA olacaq. A variantı. Keçək növbəti sualımıza. Məktəbin verilənlər bazasının sahələri soyad, ad, doğum tarixi, sinif, qiymət, bal olan cədvəlinə əsasən 2009-cu ildə doğulan, qiymətləri 4 və ya 5 olan 10-cu sinif şagirdlərinin siyahısını əldə etmək üçün sorğunu müəyyən edin. Deməli, 2009-cu ildə doğulmalıdır, bu mütləqdir. Qiymətləri 4 və ya 5 olacaq, oradan istifadə edəcəyik. Ən də 10-cu sinif şagirdləri olan 10-cu sinif şagirdləri, burada da kəsişməmiz olmalıdır bizim. Əla, variant baxa-baxa gedək də. Deməli, doğulan qiymətlər. Üçünün də arası ənddir də, düzdür? Doğulan, ənd, bax burada bir də ənd var. Ondan sonra bir dənə də əndimiz bizim burada var da, 4 və ya 5 olan və ənd. Ona görə or olanları atıram. A variantı getdi. C variantında or var, getdi. D variantını tamamilə sildim. Bir dənə qaldı B-nin yeri. İndi B-yə baxaq. Deməli, sinif bərabərdir, onun bir problem yoxdur. Ənd, qiymət 5 deyir, bax burada. Bizdə və ya deyirdi. Ona görə bunu silirəm. B variantı getdi. E variantına baxıram. Qiymət 4, or qiymət 5, bir problem yoxdur. Bunu çıxartdıq. And yerində, sinif bərabərdir 10 yerində, and yerində. Doğum tarixi də 2009-dur. Bəli. Cavabımız E variantı. Cədvəldə soyadı A ilə başlayıb maaşı 20-dən böyük olmayan, ixtisası fizika olan müəllimləri tapmaq üçün sorğunu müəyyən edin. Deməli, bizə nə istəyir? Deyir ki, soyadı A ilə başlayıb. Soyadı A ilə başlayıb istəyirsə, avtomatik olaraq bunları silirəm. Bax, görürsünüz, bunların əvvəlinə ulduz qoyubdur. Və sonrasında da heç nə yoxdur. Deməli, cavabımız ya D-dir, ya Y-dir. Burada deyir ki, A-dır, sonrasında da simvol sayı var, bilmirik də. Ulduz, yəni bizdə, bunu demədim deyəsən. Ulduz bizdə istənilən sayda simvol götürə bilər özünə. Sual isə bir dənə, mütləq şəkildə bir dənə. Ulduzda isə 0 da ola bilər, istənilən sayda da ola bilər. Bu belə. Bizdən başqa nə istəyirdi? A ilə başlayıb yaşı 20-dən böyük olmayan. Yaşı 20-dən böyük olmayan nə deməkdir? Yəni ki, 20-dən kiçik bərabərləri götürməliyik. Burada da görürsünüz ki, burada 20-dən kiçik deyir, burada 20-dən kiçik bərabər deyir. Cavabımız olacaq nə? D variantı. İxtisası da deyirdi fizika olan, ixtisası da bərabərdir fizika. And qalan şeylər də ki, öz yerindədir. Table adlı cədvəl verilmişdir. Table 1 adlı cədvəl var. Bu cədvələ əsasən davam edək. Deməli, bu cədvələ əsasən aşağıdakı kimi sorğu yaradılarsa, sorğu nəticəsində alınan cədvəldəki ad sahəsinə uyğun yazıları müəyyən edin. Deməli, deskenlik biz burada azalma sırası ilə düzələcək ad sahəsini bu öz yerində. Bu dursun burada. Bu sortun qarşısına baxırsınız, görürsünüz azalma sırası ilə düzməliyik. Bu burada. Buna sonra baxacağım. Yenə eyni sətirdə də ənddən gedir söhbət. Yaşı 23-dən böyük. Yaşı 23-dən böyük. Deməli 28, 25, 35 və 43-ü götürdük. Ənd edirik maaş 450-dən böyüklərlə. Təbii ki, bu maaşı 500-dür götürəcəyik. Burada maaş 450-dir götürmürəm. 850-dir bunu götürürəm və bir də bunu götürəcəm. 3 dənəsi. 3 dənəsi məndən nə istəyirdi? Hə, ad sahəsinə uyğun yazıları müəyyən edin. İndi adlar kimlərdir? Babəkdir, Eltacdır, bir də Kamrandır. Siz də bunu əlifba sırasına uyğun olaraq düzməlisiniz. Əlifba sırasına uyğun olaraq düzəndə əlifbada belə deyim. A-dan Z-ə doğru gedəndə A sizdə kiçikdir, Z böyükdür. Bu formada bütün hərflər
qurtarmış. A B-dən kiçikdir bax belə. Bu şəkildədir yəni. İndi burada baxan kimi görürəm ki, mən deməli bizdən nə istəyir? Azalan sırayla. B deməli olacaq kiçik, Babək axırda. Ondan sonra Babəkdən sonra Eltac Kamran. Yəni daha doğrusu Kamran Eltac Babəkdə B-sin deyil, azalma sırayla. Yəni böyük olan Kamran, sonra Eltac, sonra da Babək çıxacaq ekrana. Azalma sırası yəni bu cürdür. Davam eləyək. 34. Verilənlər bazasındakı cədvələ tətbiq edilən yaşı böyük 25 ənd əmək haqqı 600-dən kiçik sorğusuna hansı nömrəli yazılar uyğundur? Yenə seçsək. Deməli, yaşı 35-dən böyük 39, 42 və salam. Ən deyirik. Əmək haqqı 600-dən kiçik. 600-dən kiçik bir dənə burada 325 görürsüz. Bu 620 ilə işiniz yoxdur. Bunu sildik. Əfsiyyədə qurtardı. Yalnız bir niyə variant. Deməli sorğumuz var. ID neçə olan yazılar cavab verəcək. Baxaq. Deməli fizika 5 və ya informatika 5. Fizika 5 və ya informatika 5. İnformatikanı da 5-ini götürürük, fizikanı da 5-ini götürürük. Və salam belə. Yazıların hamısını, yəni ID-lərin hamısını götürürük. Bax bu qurtardı. Burayla işimiz bitdi. Digərinə baxaq, sonra da və yəni əldə edəcəyik. Deməli riyaziyyat 5 və soyadı i ilə başlayanlar. Soyadı i ilə başlayanlar. Bu ikisidir. Riyaziyyat 5-də bir dənə bundan kəsişəcək. Yəni bura riyaziyyat 4-dür. Deməli buradan da sizə çıxdı 1-ci və 4-cü, düzdür? Bu ikinci mötərizəmizdir. Və dediyinə görə, əmd elədiyimizə görə elə 1 ilə 4-ü də seçirik də. Yəni 1 2 3 4 ilə 1 2 3 4 ilə 1 4-ün kəsişməsi ilə 1 4 və daha doğrusu elə 1 4-dür də. 1 4 və nə idi? Bax cavab yoxdur ki. Mən nəyə baxdım? Nəysə səhv dedim. Bir də baxaq. Hə, özüm deyib, özümdə. Burada riyaziyyata 4x qoydum axı. Bu kəsişmir. Birdən işiniz yoxdur. Yalnız 4 B variantı olacaq. Burada deməli riyaziyyat 5 götürməliyik və soyadı i ilə başlayanlar. Soyadı i ilə başlayanlar İlyasov, İdrisov. Riyaziyyatda 5 ilə bir dənə bura kəsişmişdi. Qeyd eləmişəm, fikrimdən çıxıb üzr istəyirəm. B variantı. Deməli meyvələr adlı verilənlər bazası cədvəli verilmişdir. Bu cədvəlin hansı yazılar verilmiş sorğuya uyğundur? Nar 62, or alma 54. Nar deməli 62, or alma 54, 54 və salam. Deməli 2, 3 və 4 düzdür aidlər. Ənd eləyəcəyik. 2, 3 və 4 ənd eləyəcəyik. Baxaq görək nə ilə. Sağ tərəfə baxıram. Armud deyir 40-dan kiçik, amma not. Görürsüz, not edir. Yəni 40-dan böyük və bərabərlər. 40-dan böyük bərabərlər 71, 51, bir dənə də elə 45. Mən yenə niyə səhv cavab aldım? Deməli, ora səhv baxdım hemen. Bircə dəqiqə. Cavab yoxdur. 3 dənəlik cavab yoxdur. Nar 62, alma 54, alma 54. 54-dən böyük ya, 54-dən idi. 54-dən böyük. 60, bir də 63. Düzdür? Buradan mənə çıxır. Deməli, ora deyəndə 1, 3 və 4. Əla, hə, mən bayaqlar 54-ü götürmüşdüm deyəsən. Hə, 54-ü götürmüşdüm. Deməli, armud da 40-dan böyük bərabərlər. Armud da 40-dan böyük bərabərlər 71-dir, 51-dir, bir də 45-dir. İndi bizdən nə istəyir? Ənd eləməyimizi istəyir. Ənd deyəndə kəsişmə təbii ki. Bir dənə burada, bir dənə də bura. 3 ilə 4 A variantı olacaq. 37. Niyə diqqətsizlik elədim 2 dəfə bilənmədim. 37. Verilənlər bazası fraqmenti cədvələ şəklində verilmişdir. Cədvələ sorğusu tətbiq olunmuşdur. Verilmiş sorğuya uyğun gələn yazıların aidi nömrələrini müəyyən edin. İnformatika 50-dən böyük bərabər. Böyük bərabər. Vəssalam, bunlar seçdik. Ənd eləyirik riyaziyyat 50-dən böyük. Riyaziyyat da 50-dən böyük. Ənd eləyək. Bura uyğundur, bura uyğundur. Bu uyğundur. Vəssalam, qutar 3 dənəsi. 1, 2, bir də 4-cü. 1, 2, 4. D variantı. 38. Deməli sorğumuz bizdə necədir? İnformatika böyükdür, bərabərdir 85.
Birinci bu mötərizəni, sonra da digərinə tətbiq et. Burada çöldəki mötərizə nəyə lazımdır ki? Nəysə qoyublar da. İnformatika 85-dən böyük bərabər. Səhv seçdimi? 85-dən böyük bərabər. Bunları seçdik. Ora fizika 80-dən böyük bərabər. Fizika 80-dən böyük bərabərlər. Bunları da seçdik. İndi deməli burada hansı sayılar çıxdı? 1, 2, sonra 4, 6, 7, bir də 8. Buranı təmizləyək, digərinə baxaq. Keçirik indi bu hissəyə. Orta bal 70-dən böyük. Orta bal 70-dən böyük. B də bu əndli gəlinlə birbaşa seçsək. 96.67. 70-dən böyükdürmü? Bəli, 1 qalacaq. 98.33. 70-dən böyükdürmü? Bəli, 2 də qalır. Burada görürsünüz 75-dir. Bu sətirdə 4 də qalır. 1, 2, 4 da 3 dənə cavabım çıxıbdır. Cavabım B variantıdır. O birilərinə də elə belə baxaq. Deməli 6-nın qarşısına baxırsınız 61.7 seçməyəsiniz. 7-nin qarşısı 61.67 seçmirsiniz. 8-in də qarşısı 46.67 idi. Onda onsuz da seçməyəsiniz. 1, 2, 4 B variantı olmuş olur. Burada nə istəyir? Deməli bunu biraz böylək. Üstündə rahat işləyək. Deməli düz cavab 41-dən böyük bərabər. 41-dən böyük bərabər. Əfsi bunlar onsuz da 40-dır. Heç işimiz yoxdur. Ənd edirik qrup 2A qrupu. Qrup 2A qrupu. 2A-da seçdik. 2B idi, seçdik. Ondan sonra 2A, 2A, 2A. Bir də burada var, bir dənəsi də burada var. Vəssalam. Aidlər deməli neçədir? 1, 8, bir də 10. Y variantı. Burada nə istəyir? Bal deməli 37.000 and 37.000-dən böyük bərabər and 40.000-dən kiçik bərabər. Bala baxaq. 40.000-dən kiçik bərabər 37.000-dən böyük bərabər. 40.000-dən kiçik bərabər 37.000-dən böyük bərabər. Deməli seçdik. Bunu ondan sonra bunu da seçirik. Vəssalam. 37.000-dən böyük bərabərlər, 40.000-dən də kiçik bərabərlər. Düz seçdimsə arada nəsə qalmasın. Bir də qayıdıb baxmalı olmayım. Vəssalam, 4-ü də düzdür. İndi bax bu hissə ilə camımız qutarır, düzdür? And bu mötərizəni də həll edək, sonra and edərik. Qrup deməli 3A or 3B. 3A ilə 3B-lərlə and edəcəyik. Elə gəlin birbaşa baxaq. Bunun üstündən gedirəm 3A-dır, A-dı götürəcəm 3. Burayla gedirəm 2B-dir, bundan bir işim yoxdur deməli. Bundan gəlirəm 2A-dır, bundan da deməli bir işim yoxdur. Bundan gəlirəm 3B-dir, bəli bunu da götürəcəm. Cavabımız deməli 3 və 11 D variantı olacaq. Kitab mağazalarında müxtəlif müəlliflərin kitablarının satışı haqqında verilənlər bazasından fraqment verilmişdir. Cədvəllərə görə Saturn mağazasında ən çox kitabı satılan müəllifi təyin edin. Saturn burada da düzdür. Mağazanın kodu neçədir? 204. Mağazanın kodu 204, 204, 204 buradan seçdik. Bayaqki sualdan da 67, 56, 78. Ən çox 78 kimdir? Mikail Müşfiq D variantı. Bayaq da deyəsən Nizami Gəncəvidə eyni sualdır. 42. Tələbələr və onların yazıldığı fən kursları haqqında verilənlər bazasının cədvəllərindən fraqment verilmişdir. Cədvəllərə görə riyaziyyat fənninə birinci qrupun neçə tələbəsinin yazıldığını təyin edin. Riyaziyyat fənninə düzdür. Başqası qalmadı ki, yox. 224, 225, 224, 225. Bizdən nə istəyirdi? Riyaziyyat fənninə birinci qrupun neçə tələbəsinin
yazıldığını təyin edin. Birinci qrup hanı? Birinci qrupda buradır. Bircə dənə tələbə var. Neyse səhv demədim ki. 224, 225. Neçə tələbəsin yazıldığını təyin edin. Bircə dənə bir də baxım cədvələ görə riyaziyyat fənnində birinci qrupun, riyaziyyatın bir qalıb burada. 226. Bu da birinci qrupda 2 dənə. E variantı. 43. Verilənlər bazasındakı cədvələ sorğu tətbiq edilərsə, hansı nömrəli yazılar verilmiş sorğuya cavab verər? Ümumi say deməli 150-dən böyük, ümumi say 150-dən böyük. 210, 200 və 200-ü seçirik. Əldə edirik, qalıq da 50-dən böyük bərabərdir. 51, bir dənə də bu. Bizdən nə istəyirdi? Hansı nömrəli yazılar? 2 ilə 5-ci. Cavabımız Y variantı. Deməli, verilənlər bazasındakı cədvələ sorğu tətbiq edilərsə neçə yazı verilmiş sorğuya cavab verər? Cinsi kişi, düzdürmü? And vəzifə mühasib olanlar. Deməli, budur, bir də budur. Bu ikisi. Ondan sonra nə deyir? And ilə maaşı da 1000-ə bərabər olsun. Elə ikisində də 1000-ə də bərabərdir. Bizdən nə istəyir? Neçə yazısı? Neçə yazı verilmiş sorğuya cavab verir? 2 dənə də. Bu ikisi. D variantı. Verilənlər bazasındakı cədvələ notara verib də, möntərizəyə not verib də, düzdür, inkar edib. İçərini həll edək, sonra da inkar edərik. Deməli, cinsi qadın olanları seçdik, vəzifə baş mühasibləri də seçdik. Bu ikisi də bircə dənədir. Or maaşı da 1100-ə bərabər olan. Bir də bunu seçdik. Düzdür, indi bizə burada hansılardır? Nömrə 1-dir, 2-dir, 4-dür, 5-dir, bir də 6-dır, düzdürmü? Bu bizim sorğumuza cavab verəndir, amma mötərizənin içinə. Çöldə də not deyir. Yəni bunları inkar edirik, 3-ünə 7-ni götürürük. A variantı. Verilənlər bazasındakı cədvələ yenə çöldə not var. Cinsi qadın and mühasib olan bir buradadır, bir də buradadır, bu ikisidir. Bunu da not eləyəndə 7 dənə ümumi say var, 7-dən 2-sini çıxanda 5 dənə qalacaq. A variantı. Deməli, hə bu 2023-də də vardı bu sual. 2023 test tapılsında olmalıydı. Orada mı yoxsa 20 variantda mı? 23-də də. Neysə baxaq. Deməli nə deyir? Soyadı Mikhailov və ya Mikhail olan və ondan sonra əldə edirik. Ünvanı 28 may küçəsi olan və ev telefonu 7 rəqəmli olub, 7 rəqəmi ilə bitən. Baxaq. Deməli A variantında deyir ki, soyadı Mikhail sual işarəsi. Mikhail sual işarəsi nə bunu çıxartmır, nə də bunu çıxartmır. Çünki bunların sonunda 2 dənə simvol var. Bundan bir işimiz qalmadı. A variantı getdi. B variantına baxıram. Yazıb Mikhail, ondan sonra ulduz işarəsi. Bu hələ ki normaldır, amma olsun qalsın deməli. And bir dənə baxaq. Ünvanı 28 may küçəsi. Burada da bir problem yoxdur. And F telefonu 7 rəqəmli və deməli 7-dirmi? Hə, bu da 7 rəqəmlidir və sonunda 7 ilə bitir. Deməli, səhv eləmirəmsə bunun cavabı bu olmamalı idi. Deməli, soyadı Mikhailov or soyadı Mikhailov. Hə, niyə beləsinədir? İmenli bu ikisi olsun soyadı. Yadıma düşdü, 23-də. İmenli bu ikisi olsun. Ona görə B variantında Mikhailov və Mikhaili də çıxa bilər. Amma Mikhailov və Mikhailidən başqa və ya Mikhailidən başqa adamlar da çıxa bilər də, nə bilim. Mikhailzadə də çıxa bilər. Məsəl üçün B variantında Mikhailzadə də çıxa bilər. Və yaxud da başqa Mikhail ilə başlayan soyadlar çıxa bilər. Ona görə B variantı deyildi burada cavab. Cavabımız olacaq C variantı ki, imenli burada Mikhailov və ya Mikhaillə çıxır. And ünvan 28 may küçəsi yerindədir. And F telefonda 7 rəqəmlidir və 7 ilə də bitir. C variantı.
Deməli bu işarəmiz bizdə fərqlilik işarəsini bildirir. Deməli say 35-dən fərqli olmalıdır. Ondan sonra or birləşdirəcəyik rəngi qara, or birləşdirəcəyik ölçü kare yəni. Say 35-dən fərqli. Deməli 30, 40, 25, 40, 30 seçdik. Ondan sonra rəng qara, qara, qara. Buradan da bunu seçdik. Ölçüdə kareye. Ölçüdə kareye, kareyanı da seçdik. Onda nə istəyir? Bizim deməli bunu deyir ənd elə. Gəlin bunları yazaq deməli. 1, 2, 4, 5, 6, 7 və 8. Əndə qədər belə. İndi bura baxırıq bu ikincisi. Say bərabərdir 25. Hani 25 bir dənə buradadır. Or ölçü İngiltərə. Or ölçü İngiltərə. İngiltərə buradadır və buradadır. Deməli buradan da bizə çıxdı 3-dən 4-üncü. Düzdür 3-dən 4-üncü. Əla bizdən nə istəyir? Ənd elə. Bura ilə 3-dən 4-ü siz ənd eləyəndə sizə nə qalır? Bir dənə 4 qalır da. 4. Dördüncü də nədir? Rolls-Royce-dur, nə nədir? D variantı. Davam 49 verilənlər bazası cədvəlində hansı sorğu tətbiq edilərsə, arı, qayıq, açıq sözləri tapılmayacaq. Buna baxaq. Bu çıxardırmı? Burada bir problem yoxdur, bu çıxardacaq. Burada deyir ki, ıqdan əvvəl bir dənə simvol olsun. Amma bunların hamısı görürsünüz 4 hərflidir, cavabım B variantıdır. Çıxartmayacaq. Bu çıxardacaq. Burada da bir problem yoxdur, burada da bir problem yoxdur. 49 idi. 49, 50. Deməli, bu cədvələ sorğu tətbiq edildikdən sonra aşağıdakı cədvəl alındı. Tətbiq edilən sorğu hansıdır? Variantla işləyək. A variantı. Maaş 640-dan kiçik bərabər. 640-dan kiçik bərabər hamısı ödənib. And not soyadı belə deyək də, soyadı qı ilə başlamayanları götürürük. Çünki deyir soyad qı ilə başlayan not elədi, inkar etdi. Soyada baxırıq. Məmmədova, Məmmədli. Hansısa bir qı ilə başlamış, görürsüz yox. Vəssamda problem yoxdur, elə A variantıdır. Bir dənə burada baxaq. Məmmədova 640 hər ehtimalı qarşı baxaq. Məmmədli. Sonra kim idi? Meriyev, Mövsümova, Mahmudova. Bir problem yoxdur. Başqalarında da ki bir qalan yoxdur ki. Burada deməli 570-də amma Qədirovadır. Nəysə, düzdür A variant. Çox vaxt gedir elə xırdalığa gedəndə. Deməli burada mötərizələrə bir dənə baxaq. Deməli riyaziyyat böyükdür 20-dən. Riyaziyyat 20-dən böyük seçək. Əla, seçdik. Or eləyəcəyik. Or eləyəcəyik. Bura qədər baxım. Bunu da təzədən eləyək. Təzədən ondan sonra bu çöldəki ingilis dili böyükdür 21-ə 21-dən böyük bərabərdən əldə edərik. Deməli riyaziyyat seçdik 20-dən böyük, düzdür? Or not tarix kiçikdir 20-dən. Yəni tarix 20-dən böyük bərabəri götürək. Tarix 20-dən böyük bərabəri götürdük. İndi bu təbii ki or olduğuna görə birləşmə olduğuna görə deməli 1, 2, 4, 5 və 6-nı seçdik. Getdi. Əldə edirik ingilis dili 21-dən böyük bərabər. İngilis dili 21-dən böyük bərabər. 21-dən böyük bərabər 26 və səm qutardı. Əldə edəndə 5, bir dənə də 1. Məndən nə istəyirdi? Sorğusunu ödəməyən, ödəməyən yazıların sayını müəyyən edin. Ödəməyənlər 4 dənədir, B variantı. Ödəyənlər 2 dənədir, yəni 1 ilə 5 ödəyir. Bizdən ödəməyənlər istəyir. 4 dənəsi qalır. Verilənlər bazasında cədvəldə soyadı M ilə başlayıb yaşı 33-dən böyük olmayan ixtisası informatika olan müəllimləri tapmaq üçün sorğunu müəyyən edin. Yenə variantlara baxaq. Deməli ixtisası informatika bir problem yoxdur. And burada da bir problem yoxdur. Yaşı 33-dən kiçik bərabər bizə nə demişdi? 33-dən böyük olmayan burada da bir problem yoxdur. Yenə and kəsişdirdik. Soyadı M ilə başlasın. Burada da soyadı M ilə başlayır. Burada da bir problem yoxdur. A variantı olacaq.
53, 12 işçi haqqında verilənlər bazası cədvəlinə aşağıdakı sorğu tətbiq olunarsa, tapılan yazıların ID nömrələri neçə olar? Bir dəqiqə bunu biz böyüdək baxaq. Deməli, soyadı nədir? Soyadının axırı A hərfi olsun. Düzdür? A hərfi, A hərfi, A hərfi. Şirinova buradadır. Vəssamda qurtardı. Soyadı nədir? Adının axırı A hərfi olsun. Leyla, Vəssam. Adının soyadı N olsun. Ayxan, Amin, Nərmin, Vəssam. Deməli 9, 7, 6 və 1. Birinci mötərizənin bizim işimiz qurtardı. Bax, burayla bizim işimiz qurtardı. Ənd eləyirik. Əmək haqqı 1400-dən böyük bərabər. Əmək haqqı 1400-dən böyük bərabər. Deməli, bunu götürürük 6-ın qarşısına baxıram. 1400 dollar, 7-nin qarşısı 1200-dür götürməyəcəm. 9-un da qarşısı 1000-dir götürmürəm. Məndən kəsişmək istəyirdi çünki. Bu belə. Bu ikisi qaldı burada. Ondan sonra deyir, ənd elə bircə dəqiqə. Hə. Buranı tapaq. Ondan sonra əndə eləyək. Departament deməli IT birləşmə marketinq. IT, marketinq. Vəssalam. İndi bununla da deməli ənd eləməliyik. Bu biz bayaqdan tapdığımız 1.6-nı. İndi bu 1.6-nı da siz onsuz da görürsünüz ki, ənd eləyəndə elə tək sözlər qalır da. Yəni elə qalan 2 dənədir. 1.6. A variant. Çünki qarşılarında burada IT-ni də seçmişik, burada da marketinqi seçmişik. Ola bilərdi məsəl üçün burada marketinq olmasaydı, hə onda 1 olardı cavab və yaxud da burada IT olmasaydı təkcə 6 olardı və s. İkisinə də yəni düşən var. 54. Verilənlər bazası cədvəli aşağıdakı sorğu tətbiq edilərsə, hansı nömrəli yazılar verilən sorğuya cavab verər? Məktəb nömrəsi bərabərdir 214. 214. Or məktəb nömrəsi 276. 276-ları da seçdik. Or məktəb nömrəsi 62. 62-ni də seçdik. Bütün birləşmələrimizi elədik. And not balı 73-dən böyüyü deməli götürməyəcəksə, 73-dən kiçik bərabər. Kəsişdirək 73-dən kiçik bərabər 65 olar. 75 olmaz, 72 olar, 55 olar və s. 3 dənəsi. Deməli 2, 5, 7. 2, 5, 7 A variantı. 55. 55-də nə istəyir? Aha. Deməli, qohumluq münasibətləri haqqında məlumat verilmişdir. Verilən məlumatlar əsasında Məmmədova A.İ.'nin nənəsinin soyadını və baş hərflərini müəyyən edin. Məmmədova A.İ. buradadır. Baxaq ki, nənəsi kimdir? Düzdürmü? A.İ.dir. A.İ.si neçədir? 23. Elədir. Gələk 23'in valideynlərinə baxaq. 13.85. 13.85, 13.85, 13.85 kimlərdir? Bunlardır, düzdür. Bizdən nə istəyirdi? Mən nəysə səhv baxmadım ki. Nənəsinin soyadı. Düzdür, bu uşaq idi. Uşağın valideynləri oldu 13.85. Hə, nəsə təzədən qaydaq. 13'lər buradadır. 2 dənə 13 var. 13'ün də qarşısında 82 və 95 var. Təzədən gəlirəm 82 və 95 tapıram. Cəfərli TN Y variantı olacaq. Biraz qarışıq dedim bunu deyəsən. Özümə qarışıq gəldi ona görə. Məmmədova ayını buradan tapdınız, düzdür? 23. Uşağın ID-sinə gəlib baxıram, 23 buradadır. Düzdürmü? Valideynləri kimdir? Valideynləri deməli 13-lə 85, düzdür? Təzədən yenə qayıdıram burada ki 13-lə 85-in görün valideyni kimdir. Burada 13'lər var təkcə. 13'lərin götürən valideynlərini 82, 95'dir.
13-ün də gəlirəm burada 82-95 valideynlərinə baxıram. Kişi deməli atasıdır, yəni uşağın babasıdır. Qadını götürəcək də, qadın da nənəsidir. Cəfərli Teyin. 56. Deməli sorğumuz var. Aşağıdakı sorğunu ödəyən yazılar hansılardır? Kredit faizi 30-dan kiçik, kredit faizi 30-dan kiçik. Əla. And not deposit faizi 12-dən böyük deyirsə, 12-dən kiçik bərabərləri götürürük. And deyir də düzdür, 12-dən kiçik bərabər. Bunu da götürdük, fisiyon silək. Ondan sonra and deyirik, not belə eləyək. Bir dənə biz bunları seçək. 1, 2, 3, 5. Buranı bir dənə təmizləyim. Oy, testə bax, dayan. Bankların faizləri görürsən doğrudur yoxsa heç fikir vermirəm. Nəysə. Deməli, filial sayı 10-dan böyük. Filial sayı 10-dan böyük. 12, 30, 25, 45 və 50. Ən eləyirik filial sayı 40-dan kiçik. 12 qalacaq, 30 qalacaq, 25 qalacaq və s. Və bunu da deyir not elə. Düzdür, inkar edirəmsə o zaman bunları da silirəm. Yəni 5, 9, 45 və 50 də bura qalır yəni. 5, 9 yəni 1 qalacaq elə. Ondan sonra deməli 2 qalacaq elə. Buradan deməli 3 mənə lazım deyil çünki bu sətirdədir. Və bu da lazım deyil çünki bu da bu sətirdədir. 1, 2 cavabımız olacaq nə? A variantı. 57. Verilənlər bazası fraqmentinə əsasən yaşı 25-dən böyük olan 26, 32, 42, 27. Or maaşı 950-dən kiçik bərabər. 950-dən kiçik bərabər. Və son. Deməli 2, 3, 4, 5. Bunları seçdik. Bunlar öz qaydasında. Ən eləyək baxaq görək nə ilə. Soyadı deyir ə ilə başlayanları götürmə. Not deyir. Soyadı ə ilə başlayanları götürmə. O zaman Əliyev bir dənə götürmürük. Həsənov, Dəmirov, İmanlı ola bilər. 2, 3 və 5 bizim cavabımız olacaq. 58. Deməli mötərizələrimizə biz baxaq. Bir dənə bir problem yoxdur ki. Yox. İnformatik 22-dən kiçik. Seçdik, düzdürmü? Ən deyirik məntiq 28-dən böyük. Bir dənə də bu da bu ikisi. Aha. Burayı nə qurtardıq? Yox, bizdə də qabağında not var. Burada qarşısında not var. Yəni bu ikisindən başqa hamısını götürəcəyik. Onda belə 2, 3, 4 və 6-nı götürürük. Bu ikisini götürmədik. Əla. İndi xarici dildə deyir ki, 19-dan kiçik bərabər və bu tapdığımızın ən eləməliyik. Xarici dil 19-dan kiçik bərabər bura olar. Bura olar. Bura olar. Burada olar və s. 2, 3, 4, 6. Cavabımız 2, 3, 4, 6. 59. Davam yoxdur ki, buralarda yox. Maaş sahəsi üzrə azalma sırası ilə çeşidləmə aparıldıqda vüsal neçənci sırada olacaq? Azalma deyirsə 2300-ü bura qoyaq. Vüsal bizdən hardadır burada baxaq. 620-ni tapan kimi dayanarıq. 2300, 1300, sonra deməli 850. Bunlar getdi, bir dənə silim. 600 deməli 50. 650 də getdi, 620. Bizdən kim istəyirdi? Vüsal istəyirdi. 620-ni tapdıq da bəsdə dayanaq. 620 neçənci sıraya düşdü? 5-ci sıraya. Cavabımız oldu 5. 60. Verilənlər bazasındakı cədvələ tətbiq olunan sorğunun nəticəsində tapılan əsərlərin tiraj sayının cəmini tapın. Nə istəyir? Müəllif deməli sonu N hərfi olsun. Budur, bir də budur Pushkin. Düzdürmü? Or əsər K ilə başlasın. Sonrasında nə var olsun? Əsərdə K ilə başlayan bir dənə budur. Deməli 1, 3 və 4. 1200, 1500, bu da 2700 neçə edir? 0, 0, deməli. Nə oldu bu? 5 yazdıq deməli 1 yadda. Burada da neçə olacaq?
7. Düzmə hesabladım. Səhv hesapladım, edirsən. 1200, 1500 deməli 2000. Neçədir? 700. Burada da 2700'ümüz var da bizim. 0, 0, 4 yazdık bir yadda. 5400. Mən orada səhv mi getdim? Müəllif deməli N düzdür. Əsər deməli K ilə başlasın. Hamısının cəmi olmalıdır. Deməli 0, 0, 15 bir yadda 7500. Cevabımız neyəcək? 7500. Tələbələr və onların yazıldığı fənlər haqqında verilənlər bazasının əlaqələndirilmiş cədvəllərindən fraqment verilmişdir. Nə deyir? Cədvəllərə əsasən informatika fənni üzrə 2-ci kursun neçə tələbəsinin yazıldığını təyin edin. Yenə təkrar sualdır. İnformatika. Deməli 116, 112, 113, 115, bir də 114. Bunları seçdik. Bizdən nə istəyirdi? İkinci kursun neçə tələbəsinin yazıldığını müəyyən edin. İkinci kurs. Budur. Bir dənə də budur. Vəssalam da bizdən nə istəyirdi? Sayını istəyirdi. Olacaq 3 dənə. Davam. Aşağıda tikinti şirkətləri haqqında verilənlər bazasının cədvəllərindən fraqment verilmişdir. Cədvəllərə görə neçə şəhərin şirkətlərinin fəaliyyət istiqaməti ofisdir. Ofis. Burada da ofis var. MTK C1, MTK C1, M, bir də C2 düzdür. Gəncə, bir də Mingəçevir. 2 dənə. Ondan sonra 63. Aşağıda yüngül atletika üzrə dünya çempionları haqqında verilənlər bazasının cədvəllərindən fraqment verilmişdir. Cədvəllərə görə neçə ölkənin idmançısı hündürlüyə tullanma üzrə birinci yer tutmuşdur. Birinci yer. Neçə ölkənin idmançısı hündürlüyə tullanma üzrə birinci yeri tutmuşdur. Coleman burada. Rüstəmov, ondan sonra Rivera, bir də Carter. ABŞ, Azərbaycan, ABŞ. İkinci dənə ölkə adı var. 64. Bircə dəqiqə mən üzr istəyirəm. Davam. Deməli, mötərizələrə baxaq. Çaşdırıcı bir məqam yoxdur. Getdik. Adı sonu id-dən qutaranlar. İd buradadır, bir dənə buradadır id. Düzdür, seçdik. 1 və 5. Ondan sonra bu ən deyirik. Soyadı Əhmədov axırında bircə dənə hərf olsun. Əhmədov axırında bircə Əhmədovdur o da 5. Buradan bizə bir dənə 5 qaldı. Düzdürmü? Ənd elədik, bir dənə 5 qaldı, bu getdi. Oraya eləyirik. Yaşı 30-dan böyük, maaşı 500-dən kiçik. Yaşı 30-dan böyük, maaşı 500-dən kiçik. 500-dən kiçik. 400'ü götürdük, 300'ü götürdük. Yaşı da 30'dan böyük olsun deyirdi. Bir də 45'i götürdük. Bundakı deməli oraya yəndə bizə nə qalacaq buradan? 2, 3, bir də 5'in özü. Bizdən də nə istəyirdi? Sayını istəyirdi. 3 dənə. 65. 65'in burada davamı yoxdur ki, yox. Verilənlər bazası cədvəllərin fraqmentinə əsasən ABC şirkətinin ambarda cəmi neçə manatlıq malı var? ABC şirkəti buradadır. Aidisi neçədir? 1, 2, 3. Deməli 123, 1, 2, 3 seçdik aidisini. Malın adı nədir? Malın adı lazım deyil mənə. Sayı nə qədərdir? 8-dən alıb 12-dən alıb. Düzdür?
malın qiymətinə baxaq. Malların aidiləri neçədir? 11 və 15. Gələk 11 və 15. 12,5 vurulsun 8. Düzmü baxdım bir dəqiqə. Hə, 8. 4,25 də vurulsun 12-yə. Nədən neçə edəcək? Bir dəqiqə kalkulyator açaq tezdən qaydaq bura. Aha, deməli 12,5 vurulsun 8, 100 bu elədi. 4,25 də vurulsun 12-yə. 51 də bu elədi. 151. Yəni ikisini də toplamalısında bizdən cəmi neçə manatlıq malı var deyir. 151 manatlıq malı olacaq. 66-ya keçək. Bu nədir? Bu nə boydadır? 66. Aha, əla. Deməli, məktəblər arasında keçirilən kod saatı Bebras, Kenguru olimpiadalarında 6-7 sinif, 6-7 sinif şagirdlərinə nəticələr keçirilən verilənlər bazasından fraqment verilmişdir. Cədvələ əsasən kod saatı bərabərdir 100 and Bebras 100 and cinsi kişi olsun. Bir dənə bura qədər həll edək. Kod saatı 100 and Bebras da 100 olsun və and də kişi də cinsi olsun, düzdür? Deməli, belə deyək də, kişi 100-100-ləri seçirik, bax. Burada var. Burada var. Burada var. Bunlar əndlədik. Ondan sonra nədir? Kenguru olsun 100-dən kiçik bərabər, and kenguru 80-dən böyük bərabər və bu tapdıqlarımızdan da ənd eləməliyik. Baxıram burada 90. 100-dən kiçik bərabər 80-dən böyük bərabərdir. Bəli, götürdüm. 80 100-dən kiçik bərabər 80-dən böyük bərabərdir. Götürdüm. 100 100-dən kiçik bərabər 80-dən böyük bərabər. Bəli, götürdüm. 80 100-dən kiçik bərabər 80-dən böyük bərabərdir. Bəli, götürdüm. Yazıların sayını istəyirdi, elə 4 dənə də olmuş olur. Böyükmüş, amma elə çətin sual deyilmiş. 67. Bir dəqiqə mötərizələrə baxdım. Açılıb bağlanıb burada. Burada açıldı. Bağlandı burada. Burada açıldı. Burada bağlandı. Bununki ayrıdır. Bir dəqiqə. Qarışdırdım deyəsən. Gəlin asta-asta deyək də. Deməli, riyaziyyat 35-dən böyük, düzdür? Riyaziyyat 35-dən böyük. Aha, bu getdi. Oraya eləyirik. Oraya eləyirik, oraya eləyirik, oraya eləyirik. İnformatika 20-dən kiçik bərabər. Çünki qarşısında not var. 20-dən kiçik bərabərlər. Vəssalam. Oraya indi deməli buradan bizə nə çıxdı? 1, 3, birləşdirəndə 4 və 5. Bu getdi. İndi. Fizika böyük bərabər 20-dən. 20-dən böyük bərabər 23. Bir də bu. Deməli, bunu da kəsişdirməliyik. Bayaqam tapdığımızla da kəsişmir axı. Bura boşdur qarşısı, bununla qarşısı boşdur. Kəsişənimiz yoxdur, 0. 68. Verilənlər bazası cədvəlində informatika bərabərdir 10. Xarici dil 10. Birləşmə istəyir, yəni 1, 3 və 4-ü götürdük. Ənd edirik. Məntiq deməli 25 ilə. Məntiq 25 ilə də kəsişən haradır? Bir dənə buradır, bir dənə də buradır. 1 ilə 4. Bizdən nə istəyirdi? Yazı sayını 2 dənə. Belə 69. Verilənlər bazasındakı cədvələ tətbiq edilən sorğunun neçə yazı uyğundur? Sorğusuna neçə yazı uyğundur? Universitet bu da olsun. Birləşdir 2015 ilə. Budur 2015. Budur 2015. Budur. Ondan sonra 2015. 2015. Arada qalmadısa bir problem olmadı məncə. Məncə qalmadı. 1, 2, 3, 4, bu da 5 dənə. Keçək növbətiyə. 70-ci. Nə deyir? Cədvəl var. Kuryerin Əhmədov küçəsinə çatdırmalı olduğu məhsulların ümumi məbləği nə qədərdir? Əhmədov küçəsi buradadır və buradadır, düzdür? Sifariş edən
Sifariş edən Əliyeva BV. Ondan sonra bir də Dadaşova EI. Dadaşova EI. Düzdür bunlardır. Nə deyirdi? Küçəsinə çatdırmalı olduğu məhsulların ümumi məbləği nə qədərdir? 29, 196, 158 cəmi burada yazıbdı. Ona görə mən bura baxıram. Da nə qədər edəcək? 4 deməli. 1 yadda, 5 1 yadda, 354, 29 da buradan gələndə 3 1 yadda, 8 bu da 3, 383. Toplayanda sizə verəcək 383. Yine bir dənə uzun uzadı bir sualımız. Nə istəyir? Təranə Rzayevanın dərslərində iştirak edib. Bu cədvəllərə əsasən oğlan şagirdlərdən neçəsi Təranə Rzayevanın dərslərində iştirak edib? Təranə vəsə, B-sı qaldı, düzdür. Fənnin aidisi 1236. 1236, 1236, 1236, 1236. Şagirdlərin aidlərinə baxaq. Deməli 110110, 110110. Başqası yoxdur ki. 3, 4, 5, 6, 7. Yox, onsuz da təkrarlanma yoxdur, hə. 110111. Deməli 11-i seçdik, 14-ü seçdik, bir də 16-nı seçdik. Oğlan istəyirdi, Xədicə getdi, Məryəm getdi, Nihatla Mirrəhman qaldı 2 nəfər. 73. Burada nə istəyir? Yusifov AM adlı şəxsin cəmi neçə uşağı və nəvəsi olduğunu müəyyən edin. Ay işimiz gücümüz var. Mən də neçə uşağı nəvəsi var. Suala baxayım. Yusifov AM. Yusifov. Hani bu? Hə, buradadır. Aidisi neçədir? 31-55 düzdür. Bir dənə diqqətli olaq. Bunlardan nəsə heç xoşum gəlmir. Bu nəvə söhbətlər ortaya çıxanda qarışır. 31-55. Deməli 31-55. Hə, buradan götürək də valideynlərdən götürək. Deməli valideyndə bunun uşağına da baxaq, nəvəsinə də baxaq. 31-55, 31-55 vəssalam. Deməli bunun uşaqları 33-02, 40-02-dir, düzdür. Bunun nağdı məsələn 2 dənə uşağı var. Bu durdu burada. Təzədəndən bunların uşaqlarına baxaq. 33-02, 33-02, 33-02. Gəlin bunun başqa rənglə yazın. Sonra 40-02. Əla, bunları da yazdıq. İndi bunların da elə ki, bax, bu 2 dənə uşaq, düzdür? Bunun uşaqlarıdır. Yəni, demə, təzədən bu 2 dənənin də uşaqları bunlar da bu qarşıdakılardır. Nəsə də bunlardan neçə dənədir? 1, 2, 3, 4, 5 dənədir. 5 dənə də buradan götürək. Bu 2 dənə də bu özüdür. Yəni, bu 5 dənə nəvə idi, bu 2 dənə uşağı idi da, belə deyim. 7 dənə. Bekarçılığın dərəcəsinə baxayıq. Suala baxayıq. 73-ün yarısı bu yanda, yarısı o yanda, qardaşım. Bu nədir? Verilənlər bazasında olan cədvəl 1 və cədvəl 2 adlı əlaqələndirilmiş 2 cədvəl verilmişdir. Cədvəl 2-nin hər bir sətrində övlad və onun hər nəsə. Əlzadə Əmin oğullarının və oğlan nəvələrinin sayının cəmini müəyyən edin. Əlzadə Əmin oğlanlarının və oğlan nəvələrinin. Gəldi axıra yaxın oqqa verdi. Oğlanlarının və oğlan nəvələrinin. Nəysə, baxaq. Deməli budur, başqa yoxdur ki, yoxdur. 44 42, 44 42, 44 42. Deməli baxırıq uşaqlarına. 50 22 51-dir və 33 42-dir. 22 51 33 42. Deməli oğlanlarla düzdür. Onda bu kişinin adını məsələ götürək. 22 51-i götürdük. Yəni bir dənə buradan. Ondan sonra nə deyir ay qardaş? Oğlan nəvələri də istəyir, düzdür? Təzədən qaydaq baxaq. 22 51.
Ondan sonra 33 42. 4 dənə uşağa da baxaq görək hansılar oğlandır. 22 61 hanı? 22 62. 55 42. 33 51. 44 62. 44 62. Bu qadın da getdi. Bu kişi də bunu götürəcək. Biri bayaqdan var idi, birini seçmişdik, oğlunu seçmişdik. İndi nəvələrinə baxaq da. Buradan kişini götürdük. Buradan da bir. Buradan kişini götürdük. Bir dənə də bir var. Bu da qadındır, bu da getdi. İkisi buradadır. 2 dənə nəvəsi var. Bir dənə də uşaq. 3 dənə. Ondan sonra 74. 74 deməli informatika üzrə olimpiyadanın məktəb turundan yekun balı ən azı 10 olan və ya 6 yaxud 7-ci tapşırıqdan maksimum bal yığan şagirdlər növbəti tura keçmiş sayılır. 1, 2, 3, 4-cü tapşırıqlar üçün maksimum bal 2-dir. 2024-cü sualıdır, səhv eləmirəmsə qəbulun sualıdır. Deməli 1, 2, 3, 4-cü tapşırıqlar üçün maksimum bal 2-dir. 5, 6-cı tapşırıqlar üçün maksimum bal 3-dür. Bu aralıq 3-dür. 7-ci tapşırıq üçün maksimum bal 4-dür. Bizə deyir ki, 6 ilə 7-dən, 6 və yaxud da 7-dən də maksimum yığanlar keçibdir. Bir də ümumi 10 xal yığanlar keçib. Və bunların da içindən oğlanları istəyirdi. O zaman gəlin Samirəni silək. Elnarə də getdi. Sevil də getdi. Mehin də getdi. Əfsiyə də qaldı. Burada bir neçə nəfər. Deməli, baxaq. Bir dənə nağdı məsələ 7-dən götürək. Bizdə görək 4 varmı? Var. Fatihi götürdük. 6-dan 3 var burada. Bu Yusufu da götürdük. İndi bizdə deməli kimlər qaldı? Hə, bir də baxaq görək 10-dan yuxarı olanlar. 3, 4, deməli burada 8 edir. Aydınla işimiz yoxdur. Ömərə baxaq. 2, 1, 1, 4, 5. Burada da 5 var, 10. Öməri də götürdük. Ondan sonra gəldik Kamrana baxırıq. 2, 1, 3. Deməli neçədir? 6, 9 edir. Kamranla da bir işimiz yoxdur. Deməli 10 Ömərdə idi. Yusif neçədir? 1, 1, 2-dir. Deməli burada da 5 var, 9 da buradır. Ondan sonra Fatih də neçədir? Fatihdə də 5 də, 1, 4, bu da 5. Bu da neçədir? Düzmə hesapladım. Yenə harda səhv getdim hemen. Hansında səhv getmişəm. Bu qəbulun sualıdır, o yadımdaydı. Düz hesapladım buranı. 2, 1, 1, 4, 6, 10 bura elədi. Yusif onsuz da keçibdi. Deməli 2 buradan, 2 buradan. 4, bu da 7 eləyir. 7, 7. Bu da 22. Cavabımız olacaq 22. Davam edək. Davam edəmədik. Bitdi. Algoritm axır ki bir normal bölmələr başlayır. Əla, bundan sonra riyazi hesablamalarımız olacaq. Algoritm, Python. Ləzzətli çəkilişlər olacaq. Belə izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Bezdirici bölmələrdən demək olar ki, camımız qurtardı. Növbəti bölmələrdə görüşənə dək fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Bir iki yerdə çaşqınlıq oldu. Üzrlü hesab eləyərsiniz. Hələlik.